İmtahana artıq bir həftə qalıb və əgər sən də həyəcanlısansa, zaman mövzusu səndə hələ də problem yaradırsa, izaha axıra qədər bax və bu problemin həllini tapacaqsan. Deməli, birinci sualda burada ego var. Ego olanda sadə keçmiş istəyir, yet bitmiş zaman istəyir və həm də inkar olmalıdır. Birinci tərəf sadə keçmiş olduğuna görə bitmişləri çıxıram. Ya D, ya Y variantı. İkinci tərəfdə də bitmiş və inkar olmalıdır. Ya D ola bilər, ya Y ola bilər. İndi isə tərcüməsi lazımdır. Bir həftə əvvəl bu adamlar bir həftə əvvəl çatdılar. Amma mən onları hələ də görməmişəm. Yəni, indiki zamandan danışır ki, hələ də görməyib. Ona görə D variantı olacaq. When var, burada yet var. Yet olanda bitmiş və inkar olmalıdır. Gələcəyə çıxdıq. İndi zamana baxırıq. Hər ikisi bitmiş ola bilməz. Burada da came keçmişdir və C variantıdır. Tərcümə eləsək deyir ki, taksi gələndə biz əşyalarımızı yığışdırmamışdıq. Yəni, birinci bunlar hələ əşyalarını yığışdırmayıblar, taksi sonra gəlib. İlk baş verən hərəkət keçmiş bitmişdə olur. Yəni, had participle to ilə. Since var. Since olanda since-dən sonraki hissəni veririk past simple-da. C variantı getdi, bitmişdi. Y variantı gələcəkdir. A-da indiki zamandır. Digər iki hissəni saxlayırıq. Since-dən əvvəlki isə bitmiş zaman olur. Ona görə A variantı da çıxdı. Doğru cavab D. Yenə since varsa since-dən sonra past simple keçmiş sadə zaman, digər tərəf isə bitmiş olur. C-də indiki zamandır, D-də bitmiş zamandır. 3 variant doğrudur. O tərəfdə isə bitmiş zaman olmalıdır deyirik. Y-də keçmiş sadədir. Ya A, ya B variantı olacaq. Treat sözü də cəm olduğuna görə feilimiz də cəm olmalıdır. Ona görə A. Before var. Before olanda zaman uzlaşması olur. Ya hər iki tərəf keçmiş zaman olur. Ya da bir tərəf indiki, bir tərəf gələcək zaman olur. Amma before'dan sonra will gələcək zaman işlənə bilmir. A-da had keçmiş, ask indi səhv. B-də do indi, asked keçmiş səhv. D-də did keçmiş, ask indiki səhv. D-də have indiki, asked keçmiş səhv. Doğru cavab Y. When var, zamanları uzlaşdırmalıyıq. Yəni, ya keçmiş ya da indiki gələcək olmalıdır. When-dən sonra will-ləri çıxırıq və when-dən sonra bitmiş zamanda işlənməz. İndi variantlara baxırıq. Zamanı da uzlaşdırsaq, came keçmiş, have indiki zamanda, B-də səhvdir. Doğru cavab A. 7-ci sualda yenə when var və burada yet var. Yet var. Yet özündən sonra bitmiş və inkar istəyir. Will gələcək, find indiki. Bu təsdiqdir, bu da təsdiqdir. Doğru cavab A. Since var. Since-dən sonraki isə sadə keçmişdə, bitmişdi, gələcəkdir. D variantı. Yet var, bitmiş və inkar olmalıdır. Təsdiqdir, keçmişdi, indikidir. Bunlar isə deməli, bunlar təsdiqdədir. Amma A variantını burada isə nothing var, inkar olmayacaq. Bizdə ikinci tərəfimiz təsdiq olacaq. Demək ki, A variantı da düzgünüymüş. Ya A, ya D, ya Y variantı olacaq. İndi isə zamanları uzlaşdırırıq. Hər iki tərəf bitmiş ola bilməz. Tərcümə edirik. Julia əsəbidir, çünki hələ heç nə edilməyib. Burada da was indiki has keçmiş, zaman uzlaşmır. Doğru cavab A variantı. Deməli, yet var, bitmiş olmalıdır. Burada nothing olduğuna görə əslində inkar olmalı idi yetlə, amma nothing olduğuna görə inkar götürə bilməyəcək. Deməli, bitmiş zaman lazımdır ikinci tərəfdə. Was keçmiş, is indiki. Digər variantlarımız doğrudur. İndi uzlaşdırırıq. Is, has been,
Hər iki tərəf bitmiş ola bilməz. Was keçmiş, has indiki səhvdir. Doğru B variantı. 11-ci sualda variantlara baxırıq. Was had, bunu saxlayırıq. Was keçmiş, has indiki səhv. Is, had, indiki keçmiş səhv. D-ni də saxlayırıq və yeni də saxlayırıq. İndi burada da no olduğuna görə demək bizə inkar lazım deyil birinci tərəfdə. İndi tərcümə edəcəyik. Evdə şəkər qalmamışdı, çünki onların hamısı istifadə olunmuşdu. D variantı. For var, bitmiş zaman lazımdır. Will gələcək. Will gələcək. Deməli, bu tərəfimizə də baxaq. Was, has, indiki keçmiş səhv. Is, had, keçmiş, indiki keçmiş. Doğru Y variantı. Before var. Before olanda zamanları uzlaşdırırıq. Ya hər iki tərəf keçmiş olmalıdır. Yəni sadə keçmiş, keçmiş bitmiş. Ya da ki, indiki zaman, indiki sadə zaman və gələcək zaman. Amma before'dan sonra will işlənə bilməz. A bəndində səhvdir. Did indiki, has keçmiş. B variantında yenə has indiki, reached keçmiş. Before'dan sonra will gələ bilməz, səhvdir. Ya D ola bilər, ya da Y ola bilər. İndi burada da baxırıq. He indiki zamandırsa, gərək reached olardı. Feilin sonunda S olardı. Doğru cavab Y. By the time varsa keçmiş bitmiş ya da gələcək bitmiş olur. Deməli, have indiki bizim variantlarımızda da keçmiş bitmiş var. O da ancaq Y variantındadır. Since var. Since'dən sonra past simple. Since'dən əvvəlki isə present perfect. Keçmiş, bitmişdi, bitmişdi. Bu tərəfdə də bitmiş zaman lazım olduğuna görə bunu çıxırıq. Bu da indiki zamandır. Səhvdir, doğru cavab D variantı. Birinci tərəfimiz bitmiş olmalıdır. İkinci tərəfimiz past simple, ona görə D variantı. Before var. Before olanda uzlaşdırırıq. Keçmiş, keçmiş. İndiki gələcək. Before'dan sonra will olmaz. Deməli, before'dan sonra bitmiş zamanda olmaz. A-nı da çıxdıq, D-ni də çıxdıq. Hər iki variantları uzlaşdırsaq, goes indiki, search keçmiş, B də səhvdir. Doğru cavab C. After'dan sonra gələcək zaman olmaz. Will səhvdir, would səhvdir. Bought keçmiş, has indi səhvdir. Had bought, get indidirsə, burada would yox, will olmalıydı. Doğru cavab C. Yesterday var. Sadə keçmiş zaman lazımdır. Had bitmiş. Has bitmiş. Digər variantlarımızı saxlayırıq. Yesterday mother, her daughter go to the yard because she her homework. Dünən anası qıza həyətə getməyə icazə verdi, çünki o tapşırıqlarını etmişdi və yaxud da etməmişdi. Deməli, birinci tapşırıqları etmək olduğuna görə digər tərəfimiz keçmiş bitmiş də olmalıdır. C variantı səhvdir. Bu da keçmişdirsə, has indiki zaman ola bilməz. Y variantı. Deməli, we in the parks and under a big tree and the fresh air. Gəzdik, oturduq, təmiz havadan həzz aldıq. Hər ikisi hamısı ardıcıl baş verdiyinə görə ardıcıl baş verən hərəkətlərdə past simple işlənir. Ona görə D variantı. Last month var. Sadə keçmiş lazımdır. Bitmiş çıxdıq, bitmiş çıxdıq, bitmiş çıxdıq. Deməli,
Hı -hı. Burada da he üçüncü şəxsin təkidir. İkinci tərəfdə əgər indiki zaman götürsəydik, gərək passis olardı ya da keçmiş olsaydı past olardı. Burada zaman səhvdir. Ona görə doğru cavab Y. And here's that bəddiynə. Burada heç nə yoxdur. Variantlara baxırıq. He-də əgər indiki zaman olsaydı, gərək tells olardı. Əgər burada told veribsə, will ola bilməz, would olmalıydı. Told varsa would olmalıydı, will yox. Ya B-dir, ya da D-dir. İndi baxaq. Burada da toldursa, deməli keçmiş zaman olmalıdır. İndiki zaman yox, B variantı. Last var, sadə keçmiş lazımdır. Already var, bitmiş zaman lazımdır. Birinci tərəf bitmiş səhv, indiki zaman səhv, bitmiş zaman ola bilməz. Bu tərəfdə də already bitmiş zamanla işləndiyinə görə indiki zaman ola bilməz. D variantı. Ago var, sadə keçmişdir. Since when var, bitmiş zaman olacaq. Deməli, birinci tərəfimiz sadə keçmiş. Have bitmişdir, have bitmişdir, had bitmişdir. Və since when olanda indiki bitmiş zaman götürürük. Ona görə doğru cavabımız B. Yenə ago var, sadə keçmiş. Burada da since when var, bitmiş zaman olmalıdır. Birinci tərəfdə bitmişləri çıxırıq. İkinci tərəfdə də bizə bitmiş lazımdır. Ona görə sadəni çıxırıq. Doğru cavab D variantı. Last night sadə keçmiş istəyir. Bitmişləri çıxdıq. Doğru cavab Y. Before var, zamanları uzlaşdırırıq. Before'dan sonra will olmaz. Bitmiş zaman olmaz. İndi uzlaşdıraq. Have indiki, qeyb keçmiş səhvdir. Doğru cavab Y. When var, zamanları uzlaşdırırıq. Burada da already var, bitmiş olmalıdır. Çıxdıq, çıxdıq. Çünki ikinci tərəfimiz bitmiş olmalıdır. C ola bilər, D ola bilər, Y ola bilər. İndi baxaq nə var burada cümləmizə. When'dən sonra will ola bilməyəcək. D-də səhvdir. Burada da lecture tək olduğuna görə gərək D-bəndə səhv idi. Lecture tək olduğuna görə əgər indiki zaman götürsək, burada comes olmalıydı. Doğru cavab C. When var, yenə zamanları uzlaşdırırıq. Keçmişində olmaz, keçmişində olmaz. When'dən sonra willlər səhvdir. C variantı. When var, when'dən sonra willləri çıxırıq, bitmişi çıxırıq. Zamanı da uzlaşdıranda A variantı. By the time var, keçmiş bitmiş olmalıdır ya da gələcək bitmiş olmalıdır. Keçmiş bitmiş B variantında. For var, bitmiş zaman istəyir. Gələcək, gələcək, gələcək. Ya B ya D. When-ə görə də uzlaşdırırıq. Has keçmiş, has indiki, had keçmiş ola bilməz. C variantı. For some hours, for bitmiş zaman istəyir. Will-i çıxdıq. The postman, the parcel. Uzlaşdırırıq. Bitmişlə gələcək olmaz. Hər iki tərəf bitmiş olmaz.
Hədlə indiki ola bilməz. Doğru cavab Y. Ago var və since var. Birinci tərəf sadə keçmiş. Bitmiş səhv, gələcək səhv, bitmiş səhv. Və bu tərəfdə də since olduğuna görə bitmiş lazımdır. Ona görə Y-də səhv, doğru D. Last var, 34'də last var, sadə keçmiş, since var, bitmiş. Would gələcək, bitmişdi, bitmişdi. Və bu tərəfdə də since olan hissədə də bitmiş zaman lazım olduğuna görə burada indiki zaman sadədir, A variantı. Already var, ikinci tərəfdə bitmiş olmalıdır, will gələcək. Digərlərini saxlayırıq. When olanda da uzlaşma olmalıdır. Keçmiş indiki səhv, ondan sonra will olmaz. Keçmiş indiki səhv, Y variantı. Zamanlara baxırıq, uzlaşdırırıq variantla. Cried keçmiş, will gələcək. Hər iki tərəf bitmiş olmaz. Was crying, had lost. Was crying, was has. İndiki keçmiş. Keçmiş indiki səhv, C variantı. Before var. Burada da looked keçmiş zamandırsa. Deməli bizim cümləmiz də keçmiş olmalıdır. Did-lə seemed ola bilməz. Did varsa et düşməli idi. İndiki zaman götürsək seems olmalı idi. Seemed keçmiş have indiki səhv. Bizdə də keçmiş olduğuna görə indiki olmaz. B variantı. A few days before. Before var, uzlaşdırırıq. Look, would olmaz. B-ni saxlayırıq. Keçmişində olmaz. Keçmiş gələcək olmaz. Keçmişində olmaz. B variantı. Ago var. Since sen var. Ago olan hissədə sadə keçmiş. Bitmişdi, bitmişdi, bitmişdi. Və bu tərəfdə də since sen var. Since sen də indiki bitmiş zamandan işləndiyinə görə D variantı. Last sadə keçmiş istəyir. Since sen indiki bitmiş. Doğru cavab B olacaq. Amma digər variantlara da baxaq. Birinci tərəf sadə keçmiş idi. Digər tərəfimizdə indiki bitmiş olmalıydı, amma burada keçmiş bitmişdi. Ago var, since sen var. Ago'ya görə birinci tərəf sadə keçmiş bitmişdi, bitmişdi, bitmişdi. Və since sen də indiki bitmiş zamandan işlənir. Y variantı. When var, uzlaşdırırıq. When'dan sonra bitmişləri çıxırıq. Did discover. Did keçmiş olduğuna görə have indiki ola bilməz. C variantı. When'dən sonra bitmişləri çıxırıq. Zamanı da uzlaşdırsaq. Did keçmiş, have indiki. Doğru cavab D. Burada was keçmiş zamandır. İndikidir, indikidir, indikidir. Tərcümə eləyirik. Deyir ki, avtobusda olarkən kaşlokunu itirdi. Yəni bunlar eyni anda baş verdiyinə görə A variantı olur. Had lost-u götürsək o deməkdir ki, avtobusdan əvvəl itirmişdi. Mənası uyğun gəlmir. Yenə burada keçmişdisə, have çıxırıq. İndikidir, indikidir, indikidir. Onlarla qalarkən yaxşı vaxt keçirmişdi. Yəni, hər ikisi eyni anda baş verdiyinə görə bitmiş lazım deyil. D variantı. Keçmiş bitmiş o vaxt işlədirik ki, bir hərəkət digərindən əvvəl baş verir. Yəni, birinci baş verən hərəkəti keçmiş bitmişdə. Yəni, had participle to ilə götürürük. Before var. Will'lər, would-ları çıxırıq. Və zamanları uzlaşdırırıq. Has indi kod keçmiş. Y variantı.
Before var. Will'ləri çıxdıq, bitmişi çıxdıq. Zamanları da uzlaşdırsaq, indiki keçmiş olmaz. B variantı. 48-də before var. Demək, zamanları uzlaşdırmalıyıq. İndiki keçmiş olmaz. Before'dan sonra will olmaz. Before'dan sonra would olmaz. Deməli, ya C-dir, ya Y-dir. Əgər mən cümləni hədlə sual vermişəmsə, demək, cavabını da hədlə verməliyəm. Didlə verə bilmərəm. Ona görə C variantı. Yenə before var. Zamanları uzlaşdırırıq. Before'dan sonra will səhvdir. Would səhvdir. Will səhvdir. Yenə mən əgər cümləmi hansı köməkçi feillə sual vermişəmsə, həmin köməkçi feillə də cavab verməliyəm. Əgər həv demişəmsə, burada did deyə bilmərəm. Həd. Cavabımda da həd olmalıdır. B variantı. Ago var. Sadə keçmiş. Bitmiş çıxdıq. Bitmiş çıxdıq. Çıxdıq bitmişdir. Burada da since sən olduğuna görə indiki bitmiş zaman lazımdır. B variantı. Burada isə keçmiş bitmişdir. Ago var. Sadə keçmiş. Since bitmiş. İndiki bitmiş. Bitmiş deyil. Bitmiş deyil. Bitmiş deyil. Bu tərəfdə də sadə keçmiş olduğuna görə Y variantı. 52-də when var və burada yet var. Yet bizdən istəyir bitmiş və inkar. Sadədir. Bunu saxlayaq. Bu inkar deyil. Bu sadədir. Bu da inkar deyil. B variantı. When var. Bu tərəfdə keçmişdir. Deməli, bir düzdür. Have indikidir. İndikidir, gələcəkdir. Doğru cavab 1-3. When var, uzlaşdırmalıyıq və burada kod keçmiş zamanda. Have indiki, will gələcək. 2-4-də. By var, by olanda keçmiş bitmiş ya da gələcək bitmiş olur. Found. Keçmiş gələcək. Səhvdir. Bizdən keçmiş bitmiş istəyir. Keçmiş bitmiş. Bu da indiki zamandan uzlaşmaz. C variantı. By var. Keçmiş bitmiş lazımdır. Gələcəkdir. İndikidir. İndikidir. Ya C ya Y. Keçmişlə də gələcək uzlaşmaz. Y. In 2 days. 2 günədir. Gələcək zamandır. A variantı. 58. Deməli, hafta var. Haftadan sonra will səhvdir. Would səhvdir. Immediate last as a test. Hər iki tərəf bitmiş ola bilməz. Will-la was ola bilməz. Doğru cavab Y variantı. Hafta var. Haftadan sonra will-ləri çıxırıq. Would-a çıxırıq. İndi zamanlarımızı uzlaşdıraq. Will-la was işlənməz. Hər iki tərəf bitmiş olmaz. A variantı. 60. Before var. Before'dan sonra will-i çıxırıq. Bitmişləri çıxırıq. Deməli, kod varsa, keçmiş zaman lazımdır. Y variantı. İndiki zamandan uzlaşmaz. Before var. Will-i çıxırıq. Bitmişləri çıxırıq. Bu keçmişdirsə, indiki zaman ola bilməz. C variantı. For var, bitmişdir. Yet var, bitmişdir və ikinci tərəfdə bitmişin inkarı olmalıdır. Sadədir. Sadədir. Hər iki tərəfini saxlayırıq. Birinci tərəfinizdə bitmiş zaman olmalıdır. Bunu da çıxacam, çünki keçmiş sadədir, bitmiş deyil. Zamanları da uzlaşdırsaq, həz indiki, həd keçmişdir, səhvdir. B variantı.
If'dən sonra bitmiş olmaz. İndi zamanları uzlaşdırırıq. Ask keçmiş, sengindiki C variantı. Last year sadə zaman olacaq. Deməli, Türkiyəyə getdik, Bodrumda qaldıq, Çimərliyə getdik. Yəni bunlar ardıcıl baş verir, eyni anda baş verən hərəkətlər olduğuna görə hamısı eyni zamanda olmalıdır. Sadə zamanda, keçmiş sadə zamanda. Altmış beş. Showed keçmiş zamandır. İndiki olmaz, gələcək olmaz, indiki olmaz, indiki olmaz de. İkinci tərəfdə nice var, inkarlara çıxırıq. Nice olsan, nice olub deyirsə feilimiz tək olmalıdır. Buna görə C. 1990 keçmişdir, since sen var, indiki bitmiş. Yəni birinci tərəf sadə keçmiş, bitmiş səhvdir, bitmiş səhvdir. İkinci tərəfdə indiki bitmiş olmalıdır, A bəndi. In 2000 sadə keçmiş, since sen indiki bitmiş. Bitmişdi səhvdir, bitmişdi səhvdir. İkinci tərəfdə indiki bitmiş olmalıdır. Buna görə C. Ago sadə keçmiş, since isə bitmiş zaman istəyir. Bitmişdi, bitmişdi, bitmişdi. İkinci tərəfdə deməli bitmiş istədiyinə görə indi zamanı uzlaşdırırıqsa keçmiş indiki olmaz, A variantı olmaz, B variantı. Last year sadə keçmiş, since sen indiki bitmiş. Bitmiş səhv, bitmiş səhv, indiki zaman səhv. Burada da indiki bitmiş olduğuna görə keçmişi çıxırıq, A variantı. After var, afterdən sonra will'i çıxırıq. Zamanları uzlaşdıraq. Birincini saxlayaq, çünki hər ikisi keçmiş ola bilər. Çünki read feili indikidə də keçmişdə də eyni cür yazılır. Beni də saxlayaq. Have indiki keçmiş, understood. Bu keçmişdirsə bu indiki ola bilməz. Bunu deyir, dəfələrlə oxuduqdan sonra mən bu çətin qaydanı başa düşdüm. Yəni birinci oxuyub sonra baş verib, birinci baş verən hərəkəti deyirik ki, keçmiş bitmişlə deyirik. Ona görə D variantı, B variantı. 72 yenə after var. Will'i çıxırıq. Zamanları uzlaşdıraq. Has indiki completed keçmiş, yenə found keçmiş, has indiki ola bilməz. Ya A, ya B, indi tərcümə eləyək. Yaxşı iş tapdı, təhsilini bitirəndən sonra. Demək, birinci təhsilini bitirib, sonra yaxşı iş tapıb. Ona görə birinci olanı keçmiş bitmişlə deyirik. Yəni, had completed ikinci tərəfdə olmalıdır, A variantı. Ago var, sadə keçmiş, since when var, indiki bitmiş davam edəcək. Birinci tərəfdən bitmişləri silirik. İkinci tərəfdə indiki bitmiş olduğuna görə A variantı. In 10 minutes 10 dəqiqəyədir. Gələcək zamanda, amma ifdən sonra will'ləri çıxırıq. İndiki keçmiş, indiki keçmiş olmaz. C variantı. Ago var, sadə keçmiş, since sen bitmiş, indiki bitmiş. Will bitmiş, bitmiş. İndiki bitmiş olduğuna görə də A variantı. Sadə keçmiş, bu tərəf bitmiş və inkar. Təsdiqdir, bitmiş deyil. Digərlərini saxlayırıq. Birinci tərəfdə də sadə keçmiş lazımdır. Buna çıxdıq. Zamanları da uzlaşdırsaq. Road keçmiş, has indiki səhvdir, B variantı. Ago sadə keçmiş, yet bitmiş və inkar istəyir.
Bitmiş değil. Bitmiş değil. Birinci tərəfinizdə sadə keçmiş olmalıdır. Səhvdir, davam edicidir. Buna görə Y variantı. Since var. Bitmiş zaman lazımdır. Yet, bitmiş və inkar lazımdır. Sadədir. Sadədir. Birinci tərəfinizdə də bitmiş olduğuna görə indiki zaman, yəni davam edici zaman yox, yəni sadənin davam edicisi yox, bitmiş zaman lazımdır. Zamanlarımızı da uzlaşdırsaq, B variantı. Səhərdən bəri axtarıram, amma hələ də tapmamışam. Ona görə B variantı. Yetmiş doqquz. For var, bitmiş istəyir. Usually. Sadə zaman, indiki sadə. Birinci tərəf bitmiş deyil. İkinci tərəfdə indiki sadə olmalıdır. Davam ediciləri çıxdıq. Qaldı Y variantı. For var, bitmiş olmalıdır. Usually var, indiki sadə olmalıdır. Birinci tərəfdə bitmiş lazımdır. Sadədir, indiki davam edicidir. İkinci tərəfdə isə indiki sadə zaman lazımdır. Burada davam edicidir. Keçmiş davam edicidir. D variantı. For var. Deməli, bitmiş zaman lazımdır. When və zamanı uzlaşdırmalıyıq. Had been waiting. Keçmiş indi olmaz. Yəqin ki, B variantı ola bilər. Amma indi zamanlara da baxaq. Digər variantlara baxaq. Sadələrə çıxdıq. Yəni bizdə birinci tərəf bitmiş olmalı idi. Çünki for var idi. Burada da zaman uzlaşmır. Have indiki returned keçmiş səhvdir. Doğru cavab B. For var. Bitmiş olmalıdır. Və when var. Uzlaşdırmalıyıq. Bunları çıxdıq. Çünki sadədlər bizə bitmiş lazımdır. İkinci tərəfdə də uzlaşdırmalıyıq. Have keçmiş came indi. Had keçmiş comes indi. Cevəndi hər ikisi keçmiş. 83. For var. Forla bitmiş olur. Bu tərəfdə də when var. Uzlaşdıracaq. Birinci tərəfə görə sadənin davam edicisidir. İndiki zaman sadədir. Deməli, ikinci tərəfimizi uzlaşdırmalıyıq. Had keçmiş have indi olmaz. Has keçmiş came. Has indiki came keçmiş olmaz. B bəndə had keçmiş, came keçmiş. At 6 o'clock. Saat 6'da. Ifdən sonra will'lər səhvdir və zamanı uzlaşdıraraq. Come indi had keçmiş. Come indi finish keçmiş. C. When var. Uzlaşdıraraq. Has indi were keçmiş. Shines indi walk keçmiş. Hər iki tərəf will olmaz. Yəni ümumiyyətlə when-dən sonra will gələ bilməz. Is keçmiş. Were is indi were keçmiş. Səhvdir. Doğru cavab A.